Deməli, üstü tənliklər. Bu mövzuda mütləq sual düşür. Əsasən tənlik bölməsindən düşür. Amma bərabərsizliyə də düşdüyü olubdur. Ona görə hər ikisinə diqqət eləməli. Bu günləri tənliklərdən danışacaq. Üstü tənliklər. Üstü tənlik çox sadədir əslində. A üstü x bərabər B tənliyinin yalnız B böyükdür 0 olduğunda həlli var. Yəni B 0 və ya mənfi olarsa bu tənliyin həlli yoxdur. Yəni 2 üstü x bərabərdir. Mənfi 8 tənliyin həlli yoxdur. Nə bilim 2 üstü x bərabər 0 bu tənliyin həlli yoxdur. Amma 2 üstü x bərabər 3-dürsə x nəyə bərabərdir? Bəli. Yəni x deyirəm, B yalnız müsbət ədəd olarsa bu tənliyin həlli var. Və burada ən sadələri bu idi ki, məsələn 5 x plus 1 bərabər 125-dirsə, biz hər tərəfi 5-in qüvvəti kimi göstərirdik. X plus 1 bərabər 3, x də bərabər olurdu 2, tutaq ki. Və yaxud tutaq ki, 2-nin üstü x kvadratı üstə gəl 3x bərabərdir, tutaq ki, 16-da 1. Yazırdıq ki, 2-nin üstü x kvadrat üstə gəl 3x bərabərdir 2 üstü mənfi 4. Yox, bunu 4-də 1 yazın. Çünki o tərəfə keçəndə bir şey olmayacaq. Oradan da əsaslar eyni olduğu üçün üstlərini bərabərləşdirirdik və alınan kvadrat tənliyi həll edirik. Yəni, bir tipi bu idi ki, biz əsasları eyni göstərib üstləri bərabərləşdirək. Yəni, bir tipi bu idi. Biz bilirik ki, məsəl üçün yazılıb tutaq ki, 7-nin üstü 2x plus 4 bərabərdir 1. Bu deməkdir ki, 1 istənilən ədədin üstü 0 idi. Ona görə, yəni 2x plus 4 bərabər 0, x bərabərdir, mənfi 2 alırdı. Sonra, məsələn, belə bir misal görürdük. 3 üstü x plus 1 bərabərdir 5 üstü x plus 1. Yox, loqaritm eləmirdik. Bölürdük bir-birinə. Qüvvətin xassəsinə görə bunu yazırdıq. 5-də 3-ün üstü x plus 1. Çünki qüvvət hər ikinə aiddir. Birini də yerinə yazırdıq. 5-də 3-ün üstü 0. Ona görə x plus 1 bərabər 0. X bərabər olurdu mənfi 1-ə. Aydın oldu. Yəni burada... Bəli. Orası elədir, amma həlli yazınca ki, belə yazmaq. Bəli. Oradan görür ki, bunların bir-birinə bərabər olsun. İkisinin də üstü 0 olmalıdır ki, 3 üstü 0-da 1 versin. 5 üstü 0-da 1 versin. Başqa çarəsi yoxdur. Sonra, ortaq qrup mötərizə xaricində çıxartmaqla olan tənliklərimiz var idi. Məsələn, bu. Biz buradan 2 üstü x-i mötərizə xaricində çıxardırdıq. Qalırdı 2 üstü 3 çıxılsın 1 bərabər 28. Bu elədir 7. 2 üstü x bərabərdir 4. X də bərabərdir 2. Bu şəkildə olan misallarımız var idi. Sonra, bir də t əvəzləməsi eləyəcəyimiz suallarımız olurdu. Yəni, məsələn, 4 üstü x 2 üstü x minus 12 bərabərdir 0. Məsələn, deyir ki, bu tənliyi həll edin. Biz bu tənliyi həll eləmək üçün 2 üstü x-ə bir t'dən, a-dan bir şey deyirdik. Olurdu a kvadrat minus a minus 12 bərabər 0. Bu tənliyin köklərindən biri 4, digəri mənfi 3 olurdu. 2 üstü x bərabər 4 olduqda x 2-dir. 2 üstü x bərabər mənfi 3 olduqda isə bilir ki, bu tənliyin həlli yoxdur. Sonra və yaxud yazırdı ki, 5'də 2'nin üstü x plus 1 vurulsun. Bir dəqiqə. 7'də 5'in üstü x plus 1 bərabərdir. 4'də 49'un üstü, 4'də 49'un üstü x plus 4. Bəli. Bunların qüvvətləri eyni olduğu üçün biz burada 5'də 2'ni vururduq 7'də 5'ə qüvvət üzəri eyni olduğu üçün. Başa düşürük ki, burada 7'də 2'nin qüvvəti olduğu üçün onu da 7'də 2 üstü mənfi 2 olaraq nəzərə alırdıq. Yəni 7'də 2'nin üstü mənfi 2x minus 8 yazırdıq. Buradan əsasları eyni olduğu üçün qüvvət üstlərini bərabərləşdirərək alırdıq ki, 3x bərabər mənfi 9, x də bərabər mənfi 3. Yəni, niyə loqaritmini keçəcəyik? Bunlar üstü tənliklərdir. Yəni, bir də orada loqaritmik tənliklər var. 2 bölmədə bir yerdədir misalları. Üstü tənliklər çox asandır əslində. Ta ki, burada köklə bağlı olan sual tipləri də görürük. Yəni, məsələn, 3-cü dərəcədən kök altda 7 üstü x plus 1 bərabərdir 49 bölünsün kök altda 7. Buradakı yeganə məqsəd şagirdin bu köklə bağlı olan hissələri bilməsidir ki,
Bura bizə x plus 1 bölü 3 verir. Bu tərəfdə də 7'nin üstü 2 bölünsün, 7'nin üstü 2'də 1 olur. Yəni 7 üstü x plus 1 bölü 3, 7 üstü 2'də 3 deməkdir. Yəni 2'dən 2'də 1'i çıxaraq 2'də 3 yazdım. Bunları da bir-birinə bərabərləşdirəndə 2x plus 2 bərabər 9, 2x bərabər 7, x də bərabər 3, 10'da 5 olurdu. Yəni üstü tənliklər elə bir çətin bölmə deyil. Gələk indi loqaritmik tənliklərə. Loqaritmik tənliklər nə idi? Deməli, loqaritm a əsasdan x bərabərdir b şəklində olan tənliklərə loqaritmik tənliklər deyilir. Burada da əsas məsələ loqaritmanın xassəsinə görə x bərabərdir a üstü b yazaraq biz bu tənliyi həll edirik. Bu ən sadə tipləri sayılır əslində. Sonra bir də digər xassələrlə eləyəcəklərimiz var idi. Məsələn, loqaritm 3 əsasdan 2x minus 5 bərabərdir 1. Biz başa düşürük ki 2x minus 5 bərabərdir 3'ün üstü 1. Yəni 2x minus 5 bərabər 3, 2x bərabər 8, x bərabər 4. Burada əsasın 0 ilə 1 arasında olub olmamasının heç bir rolu yoxdur. O bərabərsizlikdə olur ki, biz o azalan artanlığa fikir veririk. Amma bu suallarda işimiz çox rahatdır. Məsələn, burada 4x minus 3 bərabər 0. 0 yazıbsa 4x minus 3 bərabər 2'də 1'in üstü 0, 2'də 1'in üstü 0 bilirik ki 1 deməkdir. 4x bərabər 4, x bərabərdir 1. Sonra loqaritmanın xassələri ilə bağlı olan sual tipləri də görürük biz burada. Məsələn, yazılır ki, loqaritm 3 əsasdan x plus 1 çıxılsın loqaritm 3 əsasdan 2x minus 1 bərabərdir, tutaq ki 2. Deyir, bu tənliyi həll elə. Biz bilirik ki, burada əsasları eyni olan loqaritmləri çıxdıqda əsas olduğu kimi qalıb arqumentlər bölünürdü. Oradan da bu bərabərdir, bəli, 3'ün kvadratı 9. Vururduq çarpaz 3x plus 1 18x minus 9. Keçdi bu tərəfə 17x bərabər 10, x bərabərdir 17'də 10. İndi burada bir məsələ var. Yuxarıdakılarda belə bir problemimiz olmasa da bu suallarda diqqətli olurduq. Biz bilirik ki, loqaritmik funksiyanın təyin olması müsbət ədədlər çoxluğudur. Bu ikisinin müsbət olması lazımdır. Yəni bu tapdığımız ədəd bunlardan hansısa birini mənfi eləyirsə, deməli kənar kökdür. Amma indi bu tapdığımız eləmir deyəsən, bu da müsbət eləyir. O da 17'də 20 çıx 1 müsbət eləyir. Deməli bu tənliyin köküdür. Amma elə bir misal olar ki, məsələn mən tapdım x bərabər mənfi 1. Mənfi 1'i bura qoyanda və ya bura qoyanda mənfi ədəd və ya 0 alıramsa, deməli artıq o tənliyin kökü sayılmır. Yəni boş cavab götürürük. Bəli. Sonra məsələn verə bilər ki, loqaritm x əsasdan 3 vurulsun loqaritm 3 əsasdan x plus 6 bərabərdir 2. Belə bir misal verilir. Burada biz nə görürük? Loqaritm x əsasdan x plus 6 bərabər 2 görürük. Bəli, x plus 6 bərabər x kvadratı, yəni x kvadratı minus x minus 6 bərabər 0. Bu tənliyin kökləri 3 və mənfi 2. Mənfi 2 kənar kökdür. Niyə? Çünki buradakı x 0'dan böyük 1'dən fərqli olmalıdır. Burada 0'dan böyük olmalıdır. Buna diqqət eləməliyik. Ona görə deməli bu kənar kökdür. Sualın cavabı olur 3. Sonra nə deyəcəyim? T ilə əvəzləyəcəyimiz sualları loqaritmdə də görürük. Məsələn, yazılıb ki, loqaritm kvadratı 10 əsasdan x. Bu kvadrat loqaritmaya aiddir. Çıxılsın 4 loqaritm 10 əsasdan x üstə gəl 3 bərabər 0 tənliyinin kökləri cəmini tap deyil tutaq ki. Biz bəli, buradan loqaritm 10 əsasdan x-ə bir t-dən, a-dan hər nəsə yeni bir dəyişən daxil edirik misala. Bu tənliyin kökləri 1-dən 3'dür. Bu bizim əsas köklərimiz deyil. Çünki biz x axtarıq hələ. X bərabər 10 üstü 1'ə görə 10 və x bərabərdir 10 üstü 3'ə görə 1000. Bu tənliyin kökləri 10 ilə 1000'dir. Məsələn, bizə də cəmin dediyi üçün olur 1010. Aydın mı? Yəni, burada t ilə əvəzləmə eləyəcəyimiz suallar həm o birisində, yəni üslü tənlikdə var, həm loqaritmik tənlikdə var. Sonra bir şey deyim ki, bax, biz keçən dəfələrdə loqaritm 4 əsasdan 9. Bunu loqaritm 2 əsasdan 3 yaza bilirik də. Yəni, burada bir problem. Amma loqaritm
3 əsasdan x plus 7'nin kvadratını 3 yox, 9 əsasdan demək istəyirdim. Loqaritm 3 əsasdan x plus 7 yaza bilmirik. Niyə? Bəli. Bunu modulla yaza bilərik. Çünki oradakı ədəddir. O ədədi bilirik ki 3'ün kvadratıdır. Yəni mənfi 3 yazmayacaq ora. Amma burada dəyişən olduğu üçün bunu nəzərə almalıyıq ki, buradakı modulla yazılmalıdır. Çünki x-in yerinə elə bir ədədi qoya bilərik ki, o tutaq ki, mənfi nəsə də qoyanda kvadratı müsbət eləyəcək də onsuz da. Ona görə bax buna diqqət eləməliyik. Tutaq ki, bundan buraxılış imtahanında belə bir sual çıxmışdı. Tutaq ki, yazılıb. Loqaritm 9 əsasdan 9 olsun. X plus 7'nin kvadratı bərabərdir 2. Bunu belə də yaza bilərik onsuz da. Deməli, 9'un kvadratı 81. X plus 7 bərabərdir 9 və x plus 7 bərabərdir mənfi 9. Mənfi 2. Buradan x bərabər mənfi 16 və 2'dir. Amma kimsə tutaq ki, bu belə olmalıdır. Ya da modulla yazmalıyıq. Amma kimsə tutaq ki, fikirləşdi ki, mən buradan kvadratları aparım, durub belə yazım. Bu zaman kökün birini itirəcək. Yəni, çünki bu dəfə belə eləyəndə kökün biri getdi. Amma faktiki olaraq bu mənfi 16'nı da bura qoyanda ödəyir. Çünki mənfi 9 eləyir, kvadratda 81 eləyir. Yəni, ona görə o hissələrdən kvadratı atanda diqqətli olun. Kub olsa problem deyil. Kub olsa tək dərəcə qüvvət olduğu üçün heç bir modula falan ehtiyac yoxdur. Sonra iç-içə loqaritmlər olur. Məsələn, loqaritm 2 əsasdan, loqaritm 3 əsasdan 2x minus 5 bərabərdir 0. Çöldən içəriyə doğru həll edirik. Çünki bu bizim elə bir ki, x-imizdir. Ona görə biz yazmalıyıq ki, loqaritm 3 əsasdan 2x minus 5 bərabərdir 2'nin üstü 0. Yəni 1. İndi bu 1'ə bərabərdirsə 2x minus 5 bərabərdir 3'ün üstü 1. 3. Bəli. Loqaritm A əsasdan 1 bizə 0 verilmir. Yox, loqaritm A əsasdan 1 0 verildiyi üçün oldu. Aydın mı? Yəni burada 2 dənəlisi də olur, 3-cə belə iç-içə olanı da olur. Bunlar bizə bu şəkildə aça-aça həll edib gedirik içəriyə doğru ki, x-i tapaq. Sonra burada nə tip olaraq belə bir şey. Bunlar bloka düşür əsasən, loqaritm deyəcəyimiz suallar. Məsələn, elə buradan qoyduğum bunu yazım, çünki onlardan buraxışa düşmür, amma belə nümunə yazım göstərir. Bəli. Deyirəm, sizə dəqiqə. O suallardan azdır və o suallar əsasən blok imtahanında istifadə olunubdur. Yəni 2019'dan bu yana olan heç bir burax. Məsələn, bu tənliyin köklərini tap deyir. Bu sual hər tərəfini loqaritm deməklə həll edirik. Neçə əsasdan? 5 əsasdan. Bax, bunun hər tərəfinin qarşısına loqaritm 5 əsasdan. Necə ki, hər tərəfdən kök almaq olur, hər tərəfi kvadratı yüksəltmək olur, hər tərəfi loqaritm deməkdə olur. Bunu belə yazandan sonra bu hissə qüvvətdən keçir qarşıya. Olur loqaritm 5 əsasdan x minus 2 vurulsun loqaritm 5 əsasdan x bərabər 3. Onu keçsin qabağa. Və bunu da loqaritm 5 əsasdan x-ə tez bir a-dan t-dən bir şey deyək, vurub aça da bilərik, açmamış da bunu edə bilərik. A desəm, a minus 2 vur a bərabərdir 3. 3'dən başqası da var da. Bəli, a kvadrat minus 2a minus 3 bərabər 0. Bu tənliyin köklərindən biri 3'dür, razıyam. Bir də mənfi 1'dir. Bu hələ bizim a-dır. Şimdi biz bir dəfə loqaritm 5 əsasdan x-i 3'ə, bir dəfə də loqaritm 5 əsasdan x-i mənfi 1'ə edirik. Bu olur 5'in kubu 125. Bu da olur 5'in üstü mənfi 1, 5'də 1. Bu da loqaritmdir. Bunlar əsasən blok imtahan sualları olubdur. Sonra məsələn, belə bir misallar var idi. Buraxılışa düşmüş sual olubdur. 2 üstü x 7'dir. 3 üstü y bərabərdir 19'dur. Tutaq ki. Verir 2 üstü x minus, yox, bizə dəqiqə, x minus 4 modulda üstə gəl, y minus 1 üstə gəlinsin, nə bilim, x minus y-dir. Bunu sadələşdir. Burada x hansı aralda qiymət alır? Burada x
2 ilə 3 arasında qiymət alır. Burada da 2, 3 olurdu. Yaxşı yazmamışam. 29 eləyək. Bəli, çünki kvadratdan. Burada da oldu 3-4 arasında. Deməli, birincidə 2-3 arasındadırsa mənfidir. İkincidə müsbətdir. Üçüncüdə də yenə mənfidir. Çünki x, y-dən daha kiçik ədəddir. Ona görə 4 minus x, y minus 1 və y minus x. Heç biri getmədi. 2y minus 2x plus 3 deyə bir cavab qaldı. İndi mən orasını yaxşı fikirləşmədim deyənə heç biri getmədilər bunlar. Sonra, məsələn, belə bir misal görə bilərik. X kvadrat minus 16 vurulsun. Loqaritm 3 əsasdan x minus 7 bərabərdir 0. Hasil nə zaman 0 olur? Vuruqlardan ən azı biri 0 olarsa. Yəni, ya bu vuruqdur 0 olan, ya da bu vuruqdur 0 olan. Buradan x minus 7 bərabər 1, x bərabər 8. Bu çox gözəl. X kvadratla nə oldu? Nə hesab edelim? Heç müsbət 4-də götürmürük. Çünki ikisini də bura qoyanda, yəni bu tənliyin cavabı yalnız bu olur. Yəni bu birislərin ikisi də kənar kök. İndi həmişə belə ikisi də kənar kök olmayacaq. Yəni bu misalın həlli olacaq ədədlər mütləq 7-dən böyük olmaq məcburiyyətində idi. Ona görə. Sonra. Zəhra soruşma. Məsələn, loqaritm, tutaq ki, yazılıb ki, 3 əsasdan x kvadratı üstə gəl 2x çıxılsın, loqaritm 3 əsasdan 5x plus 10 bərabərdir 0. Bu nə yiyəlik? Bölmək yeni bək ötər və keçirik, onsuz orada 0-dır da. Bölə də bilər ya, ona etiraz eləmirəm. Onsuz eyni şey olacaqdır. 0 olduğu üçün deyirəm ki, elə o tərəfə keçirdək. Bəli, hər iki tərəf eyni əsasdan loqaritm olduğu üçün biz o loqaritmləri atdıq, bunları bərabərləşdirdik. Kökü var. 5-dən mənfi 2. Bəli, mənfi 2-ni qoyanda bura 0 eləyir, elə bura da 0 eləyirmiş. O kənar kökdür. Ona görə sualın cavabı ancaq 5-dir. Kökünü də istəyə bilər. Burada bir dənə kökü olduğunu bilirsə, cəm soruşmayacaq onsuz da bizdən. Yəni yazan bilir ki, burada bir kökü var. Onun cəmini soruşmaq lüzumsuz olar. Ona görə kökünü bircə saniyə. Görün, bir dənə ağlını qaçan bir. Məsələn, beləsini də görə bilərik. Loqaritm 5 plus x əsasdan 3 bərabər 2-dədir. Yəni biz əsasən x-i burada görürük, amma burada da ola bilər. 5-dür, x-in üstü 2-də 1 bərabər 3-dür. 5 plus x bərabər bu kök altda demək olduğu üçün x bərabərdir 4 olacaq. Bəli, yəni beləsini də görə bilərik. Buna baxarıq, yox. Buna baxarıq, yəqin gələrsiniz. Buna baxarıq. Necə? 4-ünə düşür. Dərəcədə bayram qutarırdı o vaxtda da. O vaxtda bayram qalmadı ki. İmtahan vaxtı deyəcəklər ya. Yoxsa yəni bilinir də, təxmini bilinir ki, nə olacaq da. Yəni onu dedilər, demədilər, bir fərqi yoxdur. Hə, başa düşürəm. Fevralın axırıncı bazar gününə düşmək söhbəti bir dənə var. Bəzi yaxşı belə bir sual da verim. 3x bərabərdir bu. Deyir ki, A-nın hansı qiymətlərində bu tənliyin həlli yoxdur. Bəli. Yəni 4A minus 12 kiçik bərabər 0 olanda da yoxdur. Çünki axı bayaqlar mən ən başda yazdım ki, A üstü x bərabər B tənliyinin həlli yalnız B müsbət ədəd olarsa var. Ona görə bu tənliyin həlli yoxdur deyirsə, deməli A 3-dən kiçik bərabər olarsa həlli yoxdur. Belə. Mesela.